Axşamınız xeyir. Deməli bugünkü 5 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahanı olub. Amma təəssüf ki 2 dənə açıq sualımız səhv olub. 2 dənə açıq sualımız səhvdir. İndi mən sualların hamısını bir-bir sizə izah edəcəyəm. Amma mənə maraqlıdır ki, Dövlət İmtahan Mərkəzinin heyətində necə ola bilər ki, bir ildə 25 dənə sağlam sual hazırlaya biləcək pedaqoji bir heyət yoxdur? Necə ola bilər? Axı 25 dənə sual hazırlamaq nə dərəcədə bir müəllim üçün çətin ola bilər? Deyəcəksiniz ki, müəllimə suallar çətindir hamısı. Xeyr, mən söhbət 20-21 sualdan danışmıram. Yaxşı, 20 dənə sual mən deməzdim ki, hər kəsə qarışmıram ki, çətin sualdır. Xeyr, o suallar asan sualdır və mövzunu bu qədər bitirən şagirdlər o sualları oturub rahatlıqla işləyə bilərlər qısa müddətdə. Çünki şagird əgər 9-cu sinif topluluğunu, 11-ci sinif topluluğunu, MHM kitablarını, nə bilim, sinif dillərini qurtarıbsa, yerdə qalan 20 dənə sual uşaqlar çox asandır ki, mən bunu tələbələrindən çoxdan bitirmişəm. Amma 4-5 sualımız isə həqiqətən çox çətindir. Və bu bir yana. 2 dənə sualımız da bizim düzgün ümumiyyətlə yazılmayıb. Birində 3 bucaq yoxdur, o birisində də ödənmir şərt. Necə ola bilər bu? Mənim elə şagirdlərim var ki, sırf bu 2 suala görə 35-40 dəqiqəsi gedib. Axı 35-40 dəqiqədə digər fənlərdən, elə riyaziyyatın özündən nə qədər sual yazmaq olar? Olmaz belə. İndi gəlirəm bu suallara. Çox xahiş eləyərdik. Bu əslində belə bir şeydir ki, bunu gərək hamı kömək eləsin. Valideyn, müəllim birlikdə. Dövlət İmtahan Mərkəzi 11-ci sinifdə də bizə belə əziyyət verdi, yerdə qalan 4-5 sualla, həmçinin 9-cu sinifdə də. Belə olanda şagirdlərin də bu qədər əziyyəti gedir. Nəzərə almaq lazımdır ki, bəzi şagirdlər, bir çox şagirdlər deyərdim ki, çox oxuyur və müəllimlər də həqiqətən canını qoyur. Mən bugün şagirdlərimlə bərabər nə qədər stres keçirmişəm və hamı deyir ki, bu qədər stres keçirmə, özləri bilər o, bu. Amma elə deyil axı, mən də onlarla bərabər bir növ imtahana girirəm. Və gəlib sonda belə suallar görəndə inanın ki, mən də bütün əziyyətim, şagirdin əziyyəti yoxa çıxır. İndi gələk suallardan başlayaq ki, bu hansı sualdır? Əvvəlcə bizə verilən 79 nömrəli sual. Deyir, əlimdə bir dənə bərabəryanlı trapesiya var. Bu olsun mənim gənclər bərabəryanlı trapesiyam. Bu olsun mənim bərabəryanlı trapesiyam. Deyir, bərabəryanlı trapesiyanın İti bucağının tənböləni. İti bucağının tənböləni alfa-alfadır. 2 paralel düz xətti 3-cü ilə kəsdik. Daxili çarpazların bərabərdə alfanı köçürdürəm bura. Burada bir dənə beta yazıram. Oturacaqlarında 7 və 28 verib. Bura 7-dir, bura 28-dir. Və alfalar bir-birlərinə bərabər olduğuna görə burada 7-dir. İndi mən də fikirləşirəm ki, bunlar oxşar üçbucaqlardırsa, mən bir tərəfə alfa-beta qoymalıyam da, elə deyilmi? Mən bir tərəfə alfa-beta qoymalıyamsa, bura betadırsa, betanı bura yerləşdirə bilməyəcəm. Çünki bu kör bucaqdır, bu iti bucaqdır. Məcburiyyətdən gətirib betanı bura qoyuram, alfanı bura qoyuram. İndi onda belə çıxır ki, olsun bir dənə A, B, C, D üçbucağı. Yəni, deyə bilirik ki, güya A, B, C üçbucağı oxşardır A, C, D üçbucağına. Deyə bilərik də bunu. Özü də şərtdə deyib ki, oxşardır. Mən yazaram. Tutaq ki, kiçik üçbucaqda alfanın qarşısındakı tərəf 7-nin, böyük üçbucaqda ACD-də alfanın qarşısındakı tərəf 7-nin yazmazdım gərək. Hələ buradakı yazardım. Bax, burada alfanın qarşısındakı tərəf AB-nin, yazıram AB-nin. Digərinin alfanın qarşısındakı tərəf AC-yə nisbəti bərabərdir. Burada alfanın qarşısındakı tərəf BC-nin, digərində alfanın qarşısındakı tərəf CD-yə nisbəti, digərində betanın qarşısındakı tərəf AC-nin, o birisində betanın qarşısındakı tərəf AD-yə nisbəti. Alıram ədədlərini yerinə qoysam 7 bölünsün x bərabərdir. X bölünsün 28. Opşim, x-miz də bərabərdir. 7 vur 28-i də 7 vur 4 kimi yazsam 2, 7, 14 eləyəcək. Gətirib bunu 14-ü bura qoyandan sonra baxırsan ki, üçbucaq bərabərsizliyi ödənmir ay balam. Üçbucaq bərabərsizliyi, üçbucağın bir tərəfi digər iki üçbucağın tərəfin cəmindən kiçik olmalıydı, fərqindən böyük olmalıydı. Elə deyil. Bu da ödənmir axı 14-ün özünə bərabərdir, üçbucaq bərabərsizliyinə görə. Ödənmədiyi üçün şagirdin hardan ağlına gəlsin ki, o stresdə belə bir trapesiya yoxdur? Hardan ağlına gəlsin? Və yaxud gəlirəm 80 nömrəli suala. Oturub 80 nömrəli sualı analiz eləmək istəyirəm. Baxın, buradan yazıram mən 80 nömrəli sualı, sonra gələrəm digərinə. Məndə S2-nin sahəsini verib ki, x kubu üstə gəlinsin 2x kvadratı, üstə gəlinsin 8x, üstə gəl 16. Mən əvvəlcə bunu vuruqlarına ayırım. Bax, bu ikisinə bir baxacağım, bu ikisinə bir. Buradan x kvadratını çıxarsam x plus 2 qalacaq. Digərindən 8-i çıxarsam x plus 2 qalacaq. Hər ikisindən x plus 2-ni çıxarsam qalacaq x kvadratı üstə gəlinsin 8.
Bunu hər ehtimala yazıram. S1 də sənə verib ki, x kubu üstəgəlinsin x kvadratı üstəgəl 12x üstəgəl 12. Mən bununla vuruqlarını ayırmaq istəyirəm. Buradan x kvadratını çıxarsam x plus 1 olar. Buradan 12'ni çıxarsam x üstəgəl 1 olar. Hər ikisindən x plus 1'i çıxarsam x kvadratı üstəgəl 12 olar. Bunları eləməyib də yaza bilərdim, amma tam göstərmək istəyirəm sizə. Bax, bu ştrixlənmiş hissənin sahəsi, ştrixlədiyim hissənin sahəsi. Böyük S2-dən kiçik S1'i çıxmalıyam. Onda S2 çıxılsın, S1 yazaram, bərabərdir. Uşaqlar, şifayətçi yaxşı çıxmıram. X kvadratı üstəgəl 2x kvadratı üstəgəl 8x çıx 16 üstəgəl 16-dan çıxıram bax bunu. Çıxılsın x kubu, çıxılsın x kvadratı, çıxılsın 12x, çıxılsın 12. X kubları gedər. 2x kvadratından x kvadratını çıxsam. X kvadratı 8x-dan 12x-i çıxaram. Mənfi 4x, o birisi də müsbət 4. Bu da eləyər x minus 2-nin kvadratı. Bu nə deməkdir ay müəllimə? X minus 2 vurulsun x plus 2. İndi mən nə deyirəm sizə? Sən də fikir versən, şagird deyəcək ki, müəllimə, mənə bu sol tərəfi x minus 2 verib. Bura x minus 2 də elə deyil. Onda mən m-i x minus 2 bax, m-i x minus 2'ye vursam bunun sahəsini alaram da. Bunun da sahəsini almışam ki, plus 2 deyil uşaqlar, minus 2'dir. Bunun da sahəsini almışam ki, x minus 2 vurulsun x minus 2. X minus 2'lər gedəcək, onda belə çıxacaq ki, məndə x minus 2'dir. Və bunun ən kiçik qiyməti, nəyin ən kiçik qiymətini soruşur? X-in ən kiçik qiyməti. X minus 2 sıfırdan böyük olmalıdır. X da 2'dən böyük. 2'dən böyük də ən kiçik qiyməti 3'dür. Axı bunun bir vuruğu x minus 2 ola bilmir. Baxın, mən vuruqlarına ayrılmada elə bir söz yazmamışam axı. Elə bir şey yazmamışam axı. Böyük düzbucaqlının da bir tərəfi x minus 2'dir. Yəni belə çıxır ki, burada sahə x minus 2'yə bölünməli idi. Bu da belə getdi. İndi gələk biz digər suallarımıza baxaq. Digər suallara baxsam, birinci sualda 30 hektar sahəni əkin sahəsini artırıb, deməli 42 hektar olub, əkin sahəsi neçə faiz artıb? 30 hektarımız 100%'dir. Artıb 12 hektar olub, 12 hektarımız x-dir. X da bərabərdir. 12'ni vurub 100'ə, bölərəm 30'a. Çətindirmi? Təbii ki, xeyr. Onda bu eləyəcək 40% artım olub. Gəlirəm buna, çarpaz vurub açaram. Və yaxud 12'ni 3'ə bölərəm 4, 4'ü mənfi 4'ə vurub mənfi 16 yazaram. Çətindirmi? Xeyr. Və yaxud gəlirəm buna, y-ın yerinə 2x qoyuram. 5x-in üstünə 2x gəlirəm, 7x 21, x-imiz 3 eləyər. X-in yerinə 3 qoysam, 2'ni 3'ə vurub y-ı 6 yazaram. Çətindirmi? Bu da xeyr. 60 nömrəli suala baxıram. K-nın hansı qiymətində deyir? K-nın hansı ən böyük qiymətində? Cəmi düzgün kəsirdir. Hə, bu bir balaca maraqlı sualdır. Bunun üçün asan deyə bilməyəcəm. Mən bunu ədədə çevirsəm belə yazaram. 90'da, mən bu biraz geniş yazmaq istəyirəm. Yerinə ədəd qoyub yaza bilərsiniz uşaqlar. Mən amma biraz geniş izah eləmək istəyirəm. 4K belə yazırdıqda, məsələn 0,71'i mən necə çevirirdim kəsirə? Mötərizənin içində bir dənə ədəd var, bir dənə 9, virgüllə mötərizə arasında bir dənə ədəd var, bir dənə 0, 71 çıxılsın 7 yazırdıq. Eyni şeyi bura tətbiq edirəm. 4K üstündə xətt qoyuram ki, bu 2 rəqəmli ədəddir, çıxılsın 4. Bu da 90'da K4 çıxılsın K yazaram. Məxrəclər eyni olduğuna görə təklik onluq 40, üstəgəl K, çıx 4, təklik onluq 10K, üstəgəl 4, çıx K. O da bərabər eləyəcək, K'lar gedəcək, 10K qalacaq, 4'lər gedəcək, üstəgəlinsin 40, bölünsün 90. Hər tərəfə 10'a bölsəm, K üstəgəl 4 bölünsün 9. Deyir, K'nın hansı ən böyük qiymətində kəsiri düzgün kəsirdir. Düzgün kəsir olması üçün bu 9'dan kiçik olmalıdır. Yəni, K kiçikdir 5'dən. 5'dən kiçik ən böyük ədədim neçədir? Nəticədə cavab 4. Bu biraz asan sual deyil. Hə, bu çətin sual oldu 9-cu sinifləri üçün. Amma yenə deyirəm, yerinə ədəd qoysaz okeydir. 61. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 olan 2 dənə mail çəkmisən. Bu məsafəmiz 4'dür. Buranın uzunluğu 5'dir, burada 5'dir. 5'in kvadratından 4'ün kvadratını çıxıb 3 yazaram. 5'in kvadratından 4'ün kvadratını çıxıb 3 yazaram. 3 üstə gəl 3, 6. Çətindirmi? Xeyr. Əbob AB-ni 5 verib. Hə, bu biraz maraqlı sual ola bilər. Bax, mən sizə demişdim milyon dəfə. Bununla səhifədə də mənim nə qədər videolarım var. Bir ifadənin əbobunu 5 veribsə, götürün belə yazın. A-nı 5x yazın. Fikir verin. B-ni də götürün 5y yazın. Həqiqətən də 5x ilə 5y-ın əbobu 5'dir. Çünki əbobda hər ikisində olanı götürürsən. Eyni, bərabər, eyni hüquq sözləri əbobun açar sözləri idi. Məsələn, bir ifadənin əbobu 8'dirsə, əbob tutaq ki, x, y sənə 8 veribsə, götür x-a 8a qoy, buna da 8b qoy. Bu hər zaman ödəniləcək.
Gətirib yerinə yazıram. 5x vurulsun 5 dənə y bərabərdir 75. 75-i 25-ə bölsəm x y neçə eləyir uşaqlar? 3. X y-ım 3-dürsə, bu 3-dəki sadə bir ədəddir. Hasili 3 eləyən ədədimiz hansı olacaq? Onda 1 vurulsun 3 eləyər. Onda belə çıxır ki, mənim ədədim 5-i 1-ə vurub 5 yazaram, 5-i 3-ə vurub 15 yazaram. 5 üstə gəl 15, 20. Ya, bu biraz əziyyət çəkə bilərlər. Görürsən, burada plusdur, minusdur bu. Bu plusdur, bu minusdur deyəsən. Bu da 4-ə oxşayır, hə? Mən misala elə gördüm, belə yazım. 2x-i 2x-a vursam 4x kvadratı, 2x-i 4-ə vurub 8x minus neçədir uşaqlar? 2x minus 4 minus 4x kvadratı üstə gəl 12x, 35-i də göyə keçirdik bu tərəfə. Bunlar gedər, 8x-dan 2x-i çıxaram 6x, üstünə də 12 gələrəm 18x. Bərabərdir neçəyə? Mənfi 39-a. Bu da eləyəcək, mən yəqin ki, ədədləri səhv görmüşəm uşaqlar. Neyse səhv görmüşəm. Ədədlərin birini məsələn, bu yəqin ki 1-dir, 4-də deyil. Mən bu 1-dir böyük ehtimal uşaqlar. Onda olacaq 4x kvadratı çıxılsın 1, çıxılsın 4x kvadratı üstə gəl 12x bərabərdir 35. Bu da eləyəcək 12x bərabərdir 35-in üstünə 1 gəlib 36, 12-yə bölüb 3 yazaram. Hə, deyəsən budur, bu yox. Bax, bu deyil. Mən orada ədədi görmədim. Sonra, əsaslar eyni olanda üstləri toplayıram. Mənfi 2-nin üstünə 6a gəlsəm 4a eləyər. O da bərabərdir 3 vurulsun. 3 vurulsun deyirəm. 3 üstü 4 vurulsun 4-də 1. Bu gedəcək 3 üstü 1 3 qalacaq. 3 də yəqin ki y variantı olar. Dairənin radiusunu 5 dəfə artırsaq onun sahəsi neçə dəfə artar? Uşaqlar, mən bilirəm ki sahə ilə, bax, mənim sahəm pi r kvadratıdır. Sahə r-lə kvadratik asılıqdır. Yəni r-in yerinə 5 qoysam 5-in kvadratı 25 dəfə artacaq. Bunlar çətin suallar deyil. AS'ni sənə 7 verib, SB'ni 14 verib, AB'ni soruşur. 7 üstə gəlinsin 14, 21. Çətin deyildir uşaqlar. Yalan nə danışaq? 2 vurulsun 5, bundan 4 çıxar, bundan da 2 vur 3. 10 çıx 4 üstə gəl 6, 12. Yəqin ki buradakı bu düşməyən cavablar elə bir düz variantdır. Əbub 30-dan 36. Yəni həm 30-a ya bunu qayda ilə yazın uşaqlar, ya da ki şifahi yazın. Və yaxud da ki, bir neçə dənə variant göstərmək olar. Mən sizə belə də öyrətmişdim. Hər ikisi hansı ədədə bölünür? 6-ya. 6-nı çıxart mötərizə xaricinə. 6-nı çıxarsam mötərizə xaricinə, burada 5 qalır, burada da 6. Qarşılıqlı sadə ədədlərin əbəvi 1-dir. 6-nı 1-ə bölsəm 6. Və yaxud hər ikisinin bölündüyü ən böyük ədəd 6. Və yaxud da ki, sadə vuruqlarını ayırın. Çətindirmi? Xeyr. Qrafik üzərində yerləşən və ordinatı 3-ə bərabər olan nöqtənin apsisi. Ordinat y oxuydu. Y-in yerinə 3 yazaram. Buradan 5x bərabərdir. 3 üstə gəl 17, 20. 20-ni 5-ə bölüb 4. Yəqin burada da y variantı olar balam cavab. Cavab 4 eləməlidir. Müsbət 4. Elə deyil. Sonra bu nədir? Kubun deyir neçə dənə tili var? Kubun neçə tili var? Kubun 12 dənə tili var. Bu da çətindirmi? Xeyr müəllimə. Bu da sadədir. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı, Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalı bu da. Hə, uşaqlar, deməli bir dənə Həsənimiz var, bir dənə Əlimiz var, bir dənə də Vüqarımız var. Deyir ki, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Vüqar qazanma ehtimalı x olsa, Həsənin qazanma ehtimalı 7x olar. Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni Həsənin qazanma ehtimalı Əlinin qazanma ehtimalının 2 mislidirsə, onda 50-nin qazanma ehtimalı bu 7x-dan 2 dəfə azdır. 3,5x-dır da, elə deyil. Bu nədir? Sonra bizə nə deyir? Buna görə yarışmanın da 50-nin qazanma ehtimalı nə qədər? Məxrəcdə ümumi hallar yazıram. 7x. 7 üstə gəl 3,5. 10,5 üstə gəl 1. Bu da 11,5 eləyəcək. 50-nin qazanma ehtimalı. 50-nin qazanma ehtimalı da 3,5 eləyəcək. Uşaqlar, virgüllər hər ikisində eyni yerdə olduğuna görə atarım. 35 bölünsün 115-dir. 5-ə də ixtisar getsə bu 7 eləyər. Bu da 23 eləyər. Cavab 7 bölü 23. D variantı. Çətin idimi? Xeyr. Sonra nə edirəm? 4 vurulsun. 12-ni yazaram 3 vurulsun 4. Üstündə n'lər. Amma 4-ü də yazaram 2-nin kvadratı. Bölünsün 3 üstü n minus 1. 2 üstü 2n. Üstə gəlinsin 1. Uşaqlar, bölmədə üstləri çıxıram. Bu n-dən, 3 üstü n-dən. Çıxaram n minus 1-i qarşıdakı mənfiyə görə plus. 2 üstü 2n-dən çıxaram 2n plus 1-i qarşıdakı mənfiyə görə minus 1. Bunlar gedər. 3 üstü 1, 3 qalar. Bunlar gedər. 2 üstü mənfi 1, 2-də 1 qalar. 12-ni 2-yə bölsəm 6. Çətin idi mi? Çətin deyil. Orta səviyyəli bir sual idi. Belə deyək. 73. Diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat vermirsən. Laf yaxşı. 4 dənə A-dan B-ni çıxanda. A-dan B-ni çıxanda budur. Yəni 4 dənə 2x minus plus 8 başlayın. Bərabər nəyə? Birləşməyə. Birləşmədə hamısıdır. Bax, bunların hamısı.
O da eləyəcək 2x, 3x, 4x, 9x üstə gəlinsin 14. Elə deyil. Yazacağım bərabərdir 9x üstə gəl 14-ə. Bu da 8x üstə gəlinsin 32 eləyər. Bərabərdir 9x üstə gəl 14-ə. X da bərabərdir 32-dən 14 çıxa bilərsiniz mənim üçün. 18 eləyir. 32-dən 14 çıxanda 18 eləyəcək. Sənə nə deyir? B-dən A-nı çıxmağı tap. Yəni 4x üstə gəlinsin 5-i tap. Burada gətirib yerinə 18 qoyuram. Gətirib yerinə 18 qoysam gənclər, 4 vurulsun 18, üstə gəlinsin 5 eləyər. 72 üstə gəlinsin 5, nəticədə cavab 77-dir. Ay balam, bu şəkil düşmüyor baxam. Bu şəkil yəqin belə 3 bucaq da nədir, mənim başım çıxmır. Bucaq B, bucaq D-yə bərabərdir. Hə? Bu yəqin belə bir şəkildir. Hə? Bunu indi hardan baxım mən? Bucaq B, bucaq D-yə bərabərdir. Bura alfa, burada alfa. Bunlar da bir-birinə bərabərdir. Qarşılıqlı bucaqlar beta. Bura qammadırsa, burada qammadır. Deyir AB bərabərdə OS-yə. AB hanay balam. A yəqin burada. AB, bu AB. OS-yə bərabərdir deyir. O da 6-dır. Burada 6-dır, burada. A, onu da 5 vermişəm deyir sənə. Sənə nə deyir? CD-ni tapmaq lazımdır. Üçbucağın oxşarlıqlarından tapmaq lazımdır da. Buranı nə verib? A onu da sənə 5 verib. Hə, A onu da sənə 5 verib. Bunlar alfa alfa, bunlar beta beta. Nə yazım mən? Nə deyim sizə? CD-ni tapmaq lazımdır. CD harada balam? CD. Buranı tapmaq lazımdır. Mən də buradan nə yazaram? Yazaram ki oxşarlıqdan yazaq da hər iki üçbucaqda. Burada betanın qarşısındakı tərəf 6-nın, digərin betanın qarşısındakı tərəfində 6-ya nisbəti. Burada alfanın qarşısındakı tərəf 5-in, digərində alfanın qarşısındakı tərəf uşaqlar neçəyə nisbəti? Alfanın qarşısındakı 6-ya nisbəti. CD də bərabər eləyəcək 6 vur 6 bölünsün 5. Mən şəkli düz gördüm, düz görmədim, bilmədim. 36 bölü 5 aldım. 7,2 aldım yəni mən cavabı. Bir dənə də baxım görün məsələnin şəklini burada çəkim qoy. Problem olmasın. Bunu hardan axtarım tapım bilmirəm. A, B olub. Yəqin ki bu O nöqtəsi, bu heç. C, D-dir. Deyir bucaq B, bucaq D-yə bərabərdir. Alfa, alfa, beta, beta uşaqlar. Burada qamma, qamma qoydum. Deyir AB, OS-yə bərabərdir. Bu AB, OS-yə bərabərdir. Onda bura 6-dır, burada 6 qoyub. AO da ki 5-dir. CD-ni soruşur. İki üçbucaq bir-birinə oxşardır. Kiçik üçbucaqda alfanın qarşısındakı tərəf, yəni AOB-nin oxşardır COD-yə. Kiçik üçbucaqda alfanın qarşısındakı tərəf 5-in, böyüyündə alfanın qarşısındakı tərəf 6-ya nisbəti, kiçiyində betanın qarşısındakı tərəf 6-nın, böyüyündə betanın düz yazmışam. Əgər verilənlər gedişatlar düzdürsə, mən hamısını məncə düz yazmışam. Bəli. Düz bucaqlısında AM perpendikulyardır nəyə? DM-ə. AM perpendikulyardır DM-ə. Sənə deyir ki, AB-ni sənə 6 vermişəm, AM-i sənə 12 vermişəm. ADM-in dərəcə ölçüsünü tap. ADM. Bir düz bucaqlı üç bucaqda katet hipotenuzun yarısıdır. Fikir verin, katet hipotenuzun yarısıdır. Deməli, həmin katetin qarşısındakı bucaq 30 dərəcədir. Bura 30-dursa, bura 90-dırsa, bura 60 qalır. 90-dan 60 çıxıb, bura 30 yazaram. Bura 90-dırsa, bura 60 qalıb. Daxili çarpazlar bərabərdir, bura 60 qalıb. ADM-i soruşurmuş. ADM. Hə, buranı soruşurmuş. Cavab elə eləyəcək 60 dərəcə. Sonra deyir, nə deyir? Deyir, Rəhim birinci gün kitabın 40%-ni oxuyub, ikinci gün 5%-ni, üçüncü gün qalan kitabını oxuyub qurtardı. Nə qədər oxudu? Bax, bu həm 40% oxuyubsa, həm 5% oxuyubsa, ümumi 45% oxuyub. 100-dən də 45%-i çıxsam uşaqlar, 55%-im qalıb. Və qalan 55%-im 110 səhifədir. Səhifə. Kitabda neçə səhifə olduğunu tapmaq üçün 100%-i soruşur ki, məndən bu neçə səhifədir? Bu da x səhifədir. X də bərabərdir. 100 vurulsun 110 gənclər, bölünsün 55. Sən demə, mənim kitabım 200 səhifəymiş. Ümid edirəm, aydındır. Gəlin bu suala. 3 minus kökdə 10 mənfədətdir. Mənfiyə böləndə işarəni dəyişirəm. Yəni, x böyükdür 5.5-dən. 5.5-dən böyük ən kiçik ədədir. Deməli, 78 nömrəli sualda düz xətli yol boyunca 85 ağac əkilib. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağaclardakı biri C-dir. C və B ağacları arasındakı məsafə. Hansı ağac C-dir? Hansı ağac C-dir? Düz xətli yol boyunca 85 dənə ağac əkilib. Yəni bu birinci ağacdır, bu da 85-ci ağacdır. Bu okey. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. Hansı ağacı C deyim? Mən buna C deyim, buna C deyim, buna C deyim, buna C deyim. Hansıda C deyim? Buna C desəm, məsələ dəyişəcək. Hansıda C deyim?
Hansına sevdiyim? Bu 1-dir, bu da 85-dir. Yəni ümumi məsafə burada 84-dür. Bunlar belə götürüblər məsələni, mən sizə deyim. Burada bir dənə S ağacı varsa, bura 3x-dır, burada 4x-dır. Yəni 7x-ım 84-dür. X-ım 12-dir. 3-ü 12-yə vuraram, eləyəcək 36. Yəni burada 36 dənə ağacı var, S ağacına 37-ci ağac düşəcək. Belə götürüblər məsələni böyük ehtimal. Belə götürüblər, amma məsələ yenə də səhvdir. Yəni tam deyil məsələ. İndi gəlirəm növbəti suala. Yazacağım x kvadratı üstə gəlinsin x. Buraya yazaram 4-də 1. Çünki birinci və ikinci hasilinin 2 misli. Y kvadratı minus 5y. Burada 2,5'in kvadratı 6,25 yazacağım. Özümdən misala bu 0,25'dir. 0,25 üstə gəl 6,25. 6,5 əlavə eləmişəmsə 6,5 çıxaram. 29,5'dir budur. Bu eləyər x üstə gəlinsin 2-də 1'in kvadratı. Bu eləyəcək y minus neçə? 2,5'in kvadratı bərabərdir. Toplasam bunları 36 eləyər. Yəni r kvadratı 36'dır. Çevrənin tənliyindən tapdım. R'imiz də 6'dır. Və çevrənin daxilinə çəkilmiş kvadratın sahəsindən danışır. Çevrənin daxilinə kvadrat çəkilibsə, deməli çevrə bunun xaricinə çəkilib. Onun da düsturu a kökdəki bölünsün 2'dir. A kökdəki bölü 2'dir. Bunda 6 verib. 12'ni bölərəm kökdəkiyə. Hər tərəfi kökdəkiyə vursam 3 kökün altında 2 eləyər. S bərabərdir 3 kökdə 2'nin kvadratına. 3 kökdəki yox, 6 kökdəki uşaqlar. 6 kökdəkinin kvadratına. Burada eləyəcək 72. Belə, mən nəticədə 3 dənə səhv sual tapdım. Mövzuya başlayanda 2 dənə səhv sualına başlamışdım, amma 3 dənə səhv sual çıxardım. 3 dənə səhv sual çıxardım. Ümid edirəm növbəti sınaqlarda bu səhvlər olmaz. Əgər sual hazırlaya bilmiriksə, niyə Dövlət İmtahan Mərkəzində işləyirik? Ağıllarda qalan sual bu olacaq. Uğurlar hər birinizə.